Vətəni sevməyən insan olmaz. Ay, 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 aman. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxslər vicdanımız ey, ay, aman. Yar, ay, aman, ey. Sen beni sen benim köksümde çarpan rəhsən, mən sənin köksündə kiçik bir zərrə. Mənə qanad verən mənə qanad verən oldu ürəksən, adına özünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm. Ey, ay, aman, yar, ay, aman, ey. Aman, aman.
təşkil etdiyi Zəfər Salnaməsi adlı tədbirimizdə sizlərin hər birinizi səmimi qəlbdən salamlayırıq. Dear guests, we welcome you all to our school's event, Zəfər Salnaməsi. Bugün xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən birini, zəfərimizin 5 illiyini qürur və sevgi ilə qeyd edirik. Today, we celebrate with pride and love one of the brightest pages of our school's and nation's history, the 5th anniversary of our victory. Bu qələbə yalnız bir günün deyil, xalqın birliyinin, vətən sevgisinin, sədaqətinin simvoludur. This victory is more than just about one day. It's the symbol of our unity, strength, and love for our homeland. Dəyərli qonaqlarımız sırasında şəhid doğmaları, qazilərimiz, Vətən müharibəsinin iştirakçıları da var. Onların hər birinin qarşısında dərin hörmət və minnətdarlıqla baş əyirik. Today, we have the families of our martyrs, our veterans, and those who took part in the Patriotic War. We honor them with deep respect and gratitude. Sizlər bu torpaqların azadlığı üçün döyüşdünüz və sizlərin fədakarlığı bu torpaqlarda əbədi yaşayacaq. Your courage and sacrifice will live forever on this land. You fought for our country's freedom. Əziz qonaqlar, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Dear guests, let us honor the memory of our martyrs with 1 minute of silence. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Rest in peace. Zəfərin əsl mənası qazanılan döyüşlərdə deyil. Zəfər canından keçənlərin, fədakarlığın, sədaqətin adıdır. The real meaning of victory is not only in winning battles. Victory means the sacrifice, love, and loyalty of those who put their efforts in war. Biz də dünya məktəbi olaraq şəhidlərimizin əziz xatirəsini, onların bizlər üçün qoyub getdiyi varisləri qayğımızla, diqqətimizlə yaşadırıq. We, as Dünya IB School, honor our martyrs' memory by caring by their children, the most precious thing they have. Dəyərli qonaqlar, indi isə zəfəri bizə bəxş edən, zəfərin memarlarına həsr olunmuş qısa metrajlı filmi birlikdə izləyək. Now, let's watch together a video dedicated to heroes who earned us the victory. Əziz şəhid övladları, sizlər valideynlərinizin şanlı mirasını daşıyan, həm qürurumuzun zirvəsi, həm də cəsarətin simvolusunuz. Hər biriniz onların qəhrəmanlıq dolu həyatının parlaq əksisiniz və cəmiyyətimizdə ədalətin, mübarizənin canlı rəmzi olaraq yüksəlirsiniz. Bilin ki, məktəbdə hər anınızda yanınızdayıq. Sinif yoldaşlarınız və biz müəllimləriniz sizinlə bərabərik. Sizə dayaq olmaq, dostluğunuzu və sevincinizi paylaşmaq üçün buradayıq. Hər səhər məktəbə addımladığınızda atanızın ruhu sizinlə birlikdə gəzən bu dəhlizlərdədir. Onların xatirəsi bu divarların hər birində yaşayır. Biz hər zəfər günündə onları xatırlayacaq və onların xatirəsini əbədi yaşadacağıq. Bu lövhələrdə, divarlarda, hər birimizin qəlbində onlar var. Onların azadlıq arzusu bizim ilham mənbəyimizdir. Bugün birlikdə olduğumuz hər anı onların cəsarətinə borcluyuq.
sinif yoldaşlarınızın sizin üçün hazırladığı hədiyyələr, onların ürəkdən gələn sevgi və dərin hörmətinin parlaq ifadəsidir. Biz hər zaman sənin yanındayıq. Sən bizim qəhrəmanımızın övladısan. Rəsm əsərləri və rənglərdə biz valideynlərinizin işığını görürük. O işıq ki, sizin də yolunuzu aydınladacaq. Səslənən şeirlər vətənimizin bütövlüyünə həsr olunur. Hər bir kəlmədə qəhrəmanlarımızın əziz xatirəsini hiss etdik. Onların bizə bəxş etdiyi qüruru yaşadıq. Bu yol Şuşaya gedir, bu yol zəfər yoludur. Afərin İnci. Bu balaca əllər xarı bülbülü rəngləyir. Sanki öz çiçəklərini atalarının xatirəsinə bəxş edirlər. Bayrağımızı sevgi ilə boyayan bu balacalar ən böyük qəhrəmanların övladlarıdır. Onlar hələ çox kiçikdirlər, amma ürəklərində böyük bir məğrurluq daşıyırlar. Səslənən musiqini atanız kimi azadlıq üçün oxuyuruq, birlikdə ürəkdən. Gülistansan, sevgi dastansan, cənnetim Qarabağ, zinətim Qarabağ, nəğmələr Gülistansa, sevgi dastansan. Biz sizin gülüşünüzdə atanızı görürük. Onların sevgisini hər addımımızda hiss edirik. Biz səninlə söhbət edirik, dərdləşirik. Çünki bilirik ki, bu ağrının altında böyük güc və qürur var. Mənim adım Fəriz Məmmədovdur. O bizim bayrağımız üçün döyüşüb. Biz fərq edirik ki, sizin kimi qəhrəman övladları ilə bir məktəbdə təhsil alırıq. Siz bizim üçün əvəz olunmaz dəyərsiniz. Bugün biz bütöv Azərbaycan üçün dünya məktəbi olaraq bir ürək olduq. Zəfərin mübarəkdir, ey vətən! Qələbə olmalı hədəfə, vurmalı sona dək. Biz bir dəfə ölsək, min dəfə dirilək vətənə, dönməli ya vətən, ya da ki, ölməli sona dək. Biz 100 dəfə ölsək, milyon dəfə dirilək.
vermə, hazır açsın qapını barı. Olmaz deyə düşündürük, amma indi yaşanır. Ölmədən görmək qismət olacaq deyəsən. Şuşanı! Qarabağ bizimdir, Qarabağ Azərbaycan. Azərbaycan ordusuna yaşasın Azərbaycan. bəşər tarixinin dərinliklərindən gələn, torpağı bərəkətli, dağları dumanlı, bulaqları şəffaf doğma yurt. Qarabağ, başı bəlalı, illərlə yad səslərə ev sahibliyi etmiş, sayısız hesabsız arzuların ürəklərdə qoyduğu yaralı yurt. Zaman keçdi, savaş başladı. Millət sınağa çəkildi. Bir neçə ailələrin həyat yolları yarımçıq qaldı.
Məktublar ünvanına çatmadı. Arzular ürəklərdə dondu. Gənclər ayağa qalxıb vətənə dəstək oldu. Hər biri vətən sağ olsun deyib adını tarixə yazdılar. Bugün burada, dəhlizdə gördüyünüz şəkillər hər biri həmin hekayələrin canlı şahididir. Hər birinin qəhrəmanı Zəfər günümüzə adını yazdırdı. Nəhayət yaralı qəlblərin yerində Zəfər adlı çiçək boylandı. O çiçəkdən arzu doğdu. İşıq saçdı, gələcək yazıldı. Hər bir yarım qalan hekayənin bir ardı var. Bugün burada, bu səhnədə yarım qalmış hekayələrdən birinin şahid olacaqsınız. O hekayə ki, Vətən Zəfərinin nağılıdır. İçərisində həm qürur, həm də kədər var. Qarabağ, a land that comes from the depth of history. It soars rich, misty mountains, its springs clear, our beloved home. Qarabağ, beautiful yet wounded, a land that for years carried the breath of strangers, where so many dreams were left frozen. Time passed, the war began. Our love for motherland was tested. Some lives ended too soon. Dreams, frozen hearts, letters never reached their homes. But the youth stood up to defend their nation. Many said the immortal words, the motherland, and wrote their names in history. From the pain of wounded hearts, a flower called victory was born. The flower brought light, hope, and a new beginning. The picture you see on these walls, each one has a story behind it. Each one is a living memory of courage. They are silent, but their eyes speak. They are gone, but their traces remain. And today here, you will see one of those unfinished stories continue. Yes, today, together, we open the pages of our historical victory. Here on this stage, we witness the story of our nation's victory, which has both pride and pain, both smile and tears. Onda sən lap böyük olacaqsan. Qorxlu boyda olacaqsan. Hoppa. Yaxşı uşaqlar, gedin oynayın. Tutarım, ya tutmuram. Nə olub Mehriban? Yenə yaman fikirlisən. Bilirsən, Fərhad, hətta düşünürəm ki, sən vətəni bizdən çox sevirsən. Mehriban, mənim vətənim sənsən, övladlarımdır. Mən səni anlamağa çalışıram, amma mənə çox çətindir. Axı bu, bir gün deyil, illərdir belədir. Nə uşaqlarının günündə, nə bayramlarda, belə biz səninlə ola bilirik. Axırda tək qalacağımızdan qorxuram. Hər şeydən qorxuram. Mən sənsiz necə yaşayacağım? Əzizim, qorxma, mən qayıdacağam. Mənim valideynlərimə bir borcum var. Məndən uğurlanan uşaqlığın ailəmin qisasını almalıyam. O borcu qaytarmasa, mənə yaşamaq haramdır. Fərhad, bəlkə də səni bir daha görə bilmədik. Xeyr, elə demə. Sən mətin olmalısan. Əgər sənə nəsə olsa, mən yaşaya bilmərəm. Mən uzaqda deyiləm. Gözlərini yum, əllərini ürəyin üstünə qoy və hiss et. Mən bir nəfəs qədər yanındayam.
Baxa bilərik? Yox, sənə göstərməyəcəyəm. Bu atana sürprizdir. Fəridə, əminəm ki, atan sənin hədiyyəni görüb çox sevinəcək. Mən atam üçün çox darıxmışam, ana. Amma ondan küsmüşəm. O çoxdandır evə gəlmir. Fəridə, qızım, niyə? Sən atandan küsmə. O bizi qoruyur. Ona görə də evə gələ bilmir. Axı o əskərdir. Fəridə, yaxşıdır. Şəkili mənə göstər, sənə kim də verəcəm. Yaxşı, al bax. Nə gözəl şəkil çəkibsən. Fəridə, çox gözəl çəkibsən. Çox gözəl. İnşallah gələn ad günü atan ilə bir yerdə keçirəcək. Ana, narahat olma. Atam söz verir ki, o gelib verəcək. O isə qəhrəmandır. Ana, atam zəngi deyir. Alo, Fərhad, səsini eşitmək necə xoşdur. Ana, mən atamla danışmaq istəyirəm. Ata, necəsən? Evimizdən narahat olma. Mən anamı da, bacımı da qoruyuram. Sən öz əskərlərini qoruyur. Ata, bilirsən, məktəbimizdə məşhur olmuşsan. Hamı bilir ki, Zəngilan şəhərini alandan sonra bayrağı qaldıran sən idin. Biz sənlə fəxr edirik, ata. Afərin oğlum, mən elə sənə arxeyn olub döyüşə gəlmişəm. Bəs mənim gözəl qızım atası ilə danışmaq istəmir, atası onun doğum gününü təbrik eləmək istəyir. Fəridə, ata səninlə danışmaq istəyir. Salam, ata. Mən səndən ötürü çox darıxmışam, amma səndən küsmüşəm. Söz vermişdim ki, ad günümə gələcəksən. Niyə mənim balaca çiçəyim? Çünki hamının atası axşamlar işə gəlir. Sənsə gəlmirsən. Ay mənim mələyim, mənim ürəyim həmişə sizinlədir. Ata səni təbrik eləyir. Mən sizin azad və xoşbəxt yaşamağınız üçün çalışıram. Az qalıb, tezliklə gələcəm inşallah. Barışdıq qızım? Yaxşı, ata. Sənlə barışaram. Amma bu axşam nağılını sən danış. Nağıl istəyirəm. Çoxdandır nağıl danışmırsan. Baş üstə qızım. Fəridə, ver. Telefonu səsini ucaldaq. Kim oranı eşitsin. Hazırsan qızım? Hə, hazıram. Biri varmış, biri yoxmuş. Bir div varmış. Deməli bu div vaxtilə ona çörək verən, ev verən insanlara hücum edir. Onların torpaqlarını əlindən almış. Nə qədər yaxşılıq eləsələr də, o div çirkin əməllərindən qalmırmış. Günlərin bir günü Məlikməmməd bu söhbəti eşidib deyir: mən dostlarımla gedib bu divin başına əzəcəm. Dostları ilə birlikdə gedib, onlar dəmir yumruqlarını birləşdirib bu məxluqu məhv edirlər. O gündən sonra insanlar öz yurdlarına şad xürrəm yaşayırlar.
Məlik Məmməd və dostları divə qalib gəldilər. Göydən bir alma düşdü. Biri sənin, biri... yatdı mehriban. Oğul, sağ olun, Allah amanı. Məlik Məmməd kimdir, komandir? Məlik Məmməd, mən. Yaxşı, sən, o, hamımız. Salam. Necəsən? Bu biraz quru oldu. Ürəyim, neyinirsən? Ürəyim də nə deyir? Sən də olmur axı, mən oğlanım, mənə biraz söz yaraşır. Bura gəl. Otur. Məlik Məmməd, elə bayaqdan sağ fikir verirəm. Yazırsan, poz verirsən. Deyən, qıza yazırsan? Nə bilmirəm. Sərdən düşünəm ki, nə azım olansın. Qaqan aşıqdır. Aşıq sözü də böyük sözdür. Aşiqlər sözündəndir. Gəl indi qaqan sənə üçün bir şir küpüldatsın. Gör ki, gün orada sağ cavab verir, gör. Nə bilmirəm. Yaxşı. Bir gəlsin. Eşidirsiniz? Eşidirik. Yağış gözəllərin öpür üzünü. Damla pısıltıyla deyir sözünü. Şəlalə qayadan atır özünü. Tufan dağı sevir, dalğa dənizi. Biz niyə sevməyək bir-birimizi? Ayda, çatdıram mədim. Ay qaqa, Quran haqqı çox rəngsən. Bu gedişlər saat çətin qız verərsən. Sən belə getsən, o qızı unut. Yaxşı Məlik Məmmədlər, sakit ol. Şükür ol, səni hospitala aparmaq lazım. Gələn steril şəraitində işlənməlidir. Torpaqları ala, 100% edəcəm. Mən də müharibə bitən kimi gedib evlənəcəm. Yaxşı görək. Elə bilirsən zarafat edim. Vətən müharibəçi iştirakçısıyam, mən. Özdə bir toy etdirəcəm ki, gəl görəsən. Generalı da çağıracaq, gəlim toyunda danışar. Gələr də yəqin ki, Gələr. Sənə nə oldu ye? Birdən bir evlənmək fikrinə düşdün? Bilirsən Xudaya, bura gəlməmişdən qabaq, həyatı dərk etmirdim. Amma indi başa düşürəm ki, evlənmək var. Müharibədən qabaq evlənsəydim, indi övladım olur. Şəhid də olsam, bilərdim ki, anam üçün yadigar qalmış. Bəşsir. Bilirsən Əmircanov, ata olandan sonra adama ölmək lap ağır gəlir. Adam elə uşaqlarından ötürü yaşamaq istəyir. Məsələn, bu yaxınlarda qızımın ad günüdür. Ona da söz vermişdim ki, onun ad günündə iştirak edəcəm. Ona hədiyyə də almışdım. Amma budur. Ata sözünü tuta bilməyib. Qızımın da ad günüdür. Amandır, evdən danışmayın. Yadıma anam düşür. Hələ onun pişirdiyi pilavdan danışmayın. Üstümdə qıp-qırmızı qazmağı var. Anam kimi pilav pişirəm, daha görəsən. Sən aşdan danışırsan, mənim xəyalım şəkildədir qaqa. Burada olaydı kiçik və bilirsən iştahını. Burada qıta olsaydı, heç kim danışmaz. Hamının başı qarşılar dolan yeməyə. Birinci suyu var onu içirsən, sonra laxuduyla ətini qarışdırırsan bir-birinə. Quyruğunu da vurursan üstünə. Vur bədənə geçsin Yaxşı. Səncə, bax, bu tişonkamızı yəyək. Tut buzadı. Çox sağlamdan da yox. Bax, mənim canım sənirsin. Bu meyvə erməninin, kompot erməninin. Amma çörək və torpaq bizim. Sənin kəndindən lələ. Kəndim yox. Buna da şükür. Anam olsaydı, onu da paxlasından verərdim. Anadan söz düşmüşkən, bilmirəm, yəqin hamımızın anası verər. Özünə soyuq olanda məni də geyinir. Özünə isti olanda isə, abala, düşmədim, çıxar əlində gidir. Baxmayın, yekə kişiyəm, amma elə bil ki, onun gözündə hələ də uşaqam. Heç unutmuram. Bir gün məktəbdən qayıdırdım, qar yağdı. Qarla o qədər oynamışdım ki, sən demə ayağım su çəkir. Çorabımı çıxartdı, ayağımı isti suda yudu. Mən də utanırdım, dedim ki, ay ana, neyin yiyirsən sən? İndi fikirləşirəm, anam bilsəydi ki, mən harada keçərəm. Soyuğun, palçığın içində,
yazıq dəli olar yəni. O elə bilir ki, mən hələ bir təlimdəyəm. Müharibəyə getməm. Gözlə Həsən abi, bir şehirdə ana üçün yazmışam. Dinleyin. Ana, hay ana, düşürsən tez-tez yazın. Təzdən dönürəm uşaq oldu. Üzünə baş qoyub, bərk-bərk yatıram. Bütün qayğılardan uzaq olma. Ana, qurban olun dualarına. Onların sirrini çox görmüşəm. Yerə körpəlikdən ana, ay ana, onların sehri ilə bölmüşəm. Yaxşı da uşaqlar, keyfimizi pozma. Bəlkə deyirəm, bir dənə video çəkim. Zəkər qardaş, sağ qalsaq bir baxarıq, qalmasaq da bizim işlər baxar. Yaxşı şükür ol, ya mən çək. Deməli belə, 2 dəfə tank əleyhinə minaya düşür. Vicdansızlar hamısı üçün biri bilirlər. Özlərini yaralı yerinə qoyub bizə püskü vururlar. Baxın budur, çatmışıq dağlarımıza, torpağımıza, çatmışıq Şuşamıza. 3-4 gündür bütün yolları kəsmiş. Şərəfsizlər bilmirlər hardan qaçsınlar. Deyirəm, nə qəlbə var? Bizim əskərlərimiz döyüş meydanında öz şəhid qardaşlarını canı basın olsa bile bırakmazlar. Bunlar öz yaralı əskərlərini də qoymaq üçün. Cənab komandir, bizim əskərlərimiz necə döyüşür? Canavar kimi. Mən istəyirəm bütün Azərbaycan xalqı bilsin. Bizim əskərlərimiz əsl cəngavər kimi vuruşurlar. Bizim şəhidlərimiz də axıra kimi vuruşurlar. Onlar əsl qəhrəmandırlar. Dostlar, könlümdən bir mahnı keçir. Ben çok yok. Dumanlı dağların başında durdum. Dumandan özüme bir xeymə qurdum. Keçir xəyalımdan öz gözəl yurdum. Dumanlar başında dastana döndü, dastana döndü. Keçir xəyalımdan öz gözəl yurdum. Dumanlar başında dastana döndü, dastana döndü. Deyirlər bülbülə səmən yaxşıdır, insansınlar əzər vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcəkdir, dastana döndü, dastana döndü. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcəkdir, dastana döndü, dastana döndü. Allah olsun Xudaya. Yanmaq bilmirlər. Cənab komandir, mən əslində lazım olan hər şey demişəm, amma hiss edirəm ki, şəxsi heyət tərəfdə sizin onlara nəsə deməyinizi gözləyir. Mən başqa, siz başqa. Bəlkə deyirəm. Diqqət! Əskər, inşallah birazdan döyüşə gedəcəyik. Bu müqəddəs yolda bir-birimizə dayaq olmalıyıq. Biz öz torpağımızda vuruşuruq. Əskər, gizir, çavuş, zabit, general fərq etməz. Bilin ki, torpaqsız biz heç kimik. Torpaq ondan müqəddəs olur ki, üstündə qan var. Azadlıq elə belə quru hərflərlə yazılmır. Azadlıq qanla yazılır və biz bunu yazacağıq. Bilirəm, burada olmaq çətindir. Amma biz bu yola çıxmışıqsa, ya şəhid, ya qazi, ya qalib olacaq. Allah yar və yardımcımız olsun. Sağ ol! Nəfəs al, şükür ol. Az qalır. Gözlərini yumma. Nəfəs al. Çox yorulmuşam. Aman geç.
Narahat olma, az qaldı. Narahat olma. Oranı görsən şükür ol. Bizim kənd, bax oradan başlayır. Evimiz də düz kəndin girəcəyindədir. Mən oranı köhnə günlərdəki kimi xatırlayıram. Elə bilirəm ki, gedib o qapını aça bilsəm, hamını evdə tapacam. Qulağıma anamın səsi gəlir. O səslərdə, xatirələrimdə hər şey canlanır. Yaxşı, şükür ol. Mən gedim, sən qal birazdan gələcəm. Gözləyim, tamamdır. Bizim uşaqlar harda olsalar gələrlər. Narahat olma, şükür ol. Doğma kəndimdə mənə heç nə olan deyil. Özdə yaxşı bax. Necə unutulur?
süfrəmizdə yer verdiyimiz, qonaq etdiyimiz nankör qonşular yuvamızı dağıtdılar. Gəncliyimizi, arzularımızı məhv etdilər. Balamızı bizdən aldılar. 30 il boyu bu evdə vicdan azabı çəkmədən yaşadılar. Həyatımızı, evimizi uğurladılar. Yaşayır mənim ürəyimin parası. Mənim igid, qəhrəman boğaz. Evinə xoş gəldin. Cənab polkovnik. Artıq rahat uyuyun. 30 ildir sizin həsrətinizlə böyümüşəm. Bu 30 il sonra həsrətinizə son qoyun. Şuşa azaddır. Evimiz azaddır, əskər. Sizi təbrik eləmək olar, cənab komandir. 30 il sonra axır ki evinizə qayıtdınız. Qələbə bu günə qismətliymiş. Yadındaydı, əskər, sənə demişdim. Bura gəlib, bu qapını aça bilsək, hər şey bitəcək. Hamımız azad olacaq. Amma bilirsən, əskər, qulağıma hələ də anamın səsi gəlir. Onun laylayını hələ də işdirəm. Elə bir his gəlib ki, elə bir mənim atamın nəfəsi hələ də bu evdədir. Yaxşı, keyfimizi bozmayın. Evlə danışmışsan, əskər. Danışmışam. Siz də xəbər edin. Yəqin ki, çox nigaranımda. Mən artıq evimizdəyəm, qızım. Şuşadayam. Tezliklə səni də öz evimizə gətirəcəm. Yolunda hər bir dərdi çəkib şərəf bilərəm mən. Vətənimə göz dikərim, yerisindən silərəm mən. Vətənimə göz dikərim. Hörmətli qonaqlar, mən Polad Quluzadə Dünya Ədəbi Məktəbinin 10-cu sinif şagirdiyəm. Bugün burada Zəfər Səlnaməsinin bir neçə səhifəsini sizinlə bölüşmək mənim üçün böyük qürurdur. Xüsusilə qeyd etmək istəyirəm ki, məktəbimizdə qəhrəman şəhid övladları təhsil alır. Onlarla birlikdə oxumaq, onların yanında olmaq bizim üçün həm məsuliyyət, həm də böyük fəxrdir. Əziz qəhrəman övladları, siz bu torpağın sabahı, şəhidlərimizin nəfəsisiniz. Siz bizə onların əmanətisiniz. İndi isə sizi qəhrəman atalarımızın adı ilə səhnəyə dəvət edirəm. Leytenant Fərid Məmmədov, Mayor Tofiq Kərimov, Gizir Təbriz Qasımov, Zamin Rəhimov, Zabir Həsənov, onların fədakarlığı qarşısında baş əyilir.
Tədbirimiz davam edir, amma indi isə sözü milli qəhrəmanımız Polad Həşimovun döyüş yoldaşı Təbriz Kərimovu və təhsilə öz töhfəsini vermiş Misil Mərdanovu dəvət etmək istərdik. And now we would like to invite the veteran Təbriz Kazımov and Misil Merdanov. We have the floor. Alo. Sen de Alo. Abi. Akşamınız xeyir olsun. Abi işte. Dünya Məktəbinin müəllimləri, valideynləri və şagirdləri hər birinizi ürəkdən salamlayıram.
Mən bu məktəbdə bir neçə dəfə olmuşam. Hər dəfə olanda begərliklə qarşılaşmışam. Məktəbin uğurları bütün Azərbaycanı bəllidir. Əvvəllər bir məktəb var idi. Sumqayıtda da var, Gəncədə də var. Hələ başqa bəlkə yerdə də var, mən bilmirəm. Nəysə, nə qədər geniş yayılsanız bir elə bu məktəbi yaradanların başlıcalıdır. İlk növbədə mən Hamlet müəllimə təşəkkürlü və təbirlərimi çatdırıram. Onun əziz, çox əziz həyat yoldaşını anıram. Allah qəm-qəm rəhmət eləsin. O işin qurucusuydu. İndi onun evlatları işlərini davam etdirirlər, Hamletdən. O razıyla onlara da məktəb yaratmaq, məktəb qurmaq çox təqdirə layiq bir işdir və açığı deyim ki, hər kişinin də işi deyil. Bir dəfə mən nazir vəzifəsində işləyərkən hardansa gəlirdim, ancaq İstanbulun hava limanında gözləyirdik. Orada bilirsiniz də nazirlərin ayrı yerləri var, şərəf salonu deyirlər. Orada oturmuşduq, bir də gördüm ki, hava limanının pərdələri belə tərpəndi. Türkiyənin sabiq prezidenti, o zaman artıq prezident öldü, Süleyman Demirel həyat yoldaşından trapdan aşağı inirlər. Endi gəldi, keçdi bizdən də yuxarı, onun ayrı şərəf salonu vardı. Orada oturdu. Mən onun qorumasına yaxınlaşdım ki, bəs mən filan kəsəm istəyirəm Süleyman bəylə bir görüşəm var mı? Dedi, buyur. Yaxınlaşdım ona ki, xeyirli mi, hardan gəlib, hara gedirsiniz? Mənə dedi ki, bugün bütün Türk dünyası Cumhurbaşkanından tutmuş ən adi bir vətəndaşına qədər İstanbulda dünyasını dəyişmiş bir kişinin tabutunun altına girməli, onun çiğində varmalıdır. Eşidirsiniz? Dedim, o kimdir? Dedi ki, o bütün həyatını Türkiyədə məktəb tikməyə, universitet açmağa həsr eləmiş, kadri has deyilən bir adam. Yəni, dünyada məktəb tikir, məktəb quran adamları belə xatırlayırlar. Mənə belə gəlir ki, bizim ölkəmizdə də get-gedə məktəb tikənlərə hörmət artır və artacaqdan lütfen sağ olun. Yəni, siz böyük Azərbaycan şəraitində açığını deyim, heç kəs məndən inciməsin. Şəraitin çətin və asan hissələrini mən çox yaxşı bilirəm. Azərbaycan şəraitində belə bir şəbəkənin Xəzər Universiteti kimi bir universitetin qurulması və inkişaf edib bugünkü vəziyyətdə gəlməsi o qədər sadə məsələ deyil. O qədər sadə məsələ deyil. Nəysə, biraz sözü bəlkə evlatdım, yoruram sizi. Bugün bayram gününə 3 gün qalır da çəkmədə, deyil mi? 3 gün qalır. Fürsətdən istifadə edib hər birimizi, bütün xalqımızı, millətimizi Zəfər bayramı münasibəti ürəkdən təbrik edirəm. Doğrudan da bu qələbə, bu zəfər xalqımızın tarixinə qızıl hərflərlə yazılmış və daimiyyətdə qalan bir zəfər olacaq. Burada hər bir Azərbaycan vətəndaşının öz payı var. Hər bir Azərbaycan vətəndaşının öz payı var. Əlbəttə, ən çox pay dövlətin başçısı Cənab Prezidentə məxsusdur. Çünki məhz onun rəhbərliyi ilə 44 gün ərzində yağı düşmən yerində oturdurdu və ondan az keçməmişdə bir sutkanın ərzində ərazi bütövlüyümüz tam təmin olundu. Şübhəsiz bu qələbədə müəllimlərimizin də, məktəbin də rolu çox böyükdür. Çünki Şuşanı azad edən və Qarabağ azad edən gənclərin hamısı Azərbaycan məktəbinin, Azərbaycan müəlliminin, Azərbaycan təhsilinin yetirmələridirlər. Şəhidlərimizə Allah
rəhmət eləsin. Qazilərimiz tez sağalsınlar və elə olsun ki, bir də bizim xalqımız müharibə görməsin. Bayramınız mübarək olsun. Bir dövlətdən təbrik edirəm, mən də buna dəvət elədiyinizə görə. Vallahi adam bu uşaqları görəndə, bu balaları görəndə ürək dolur və bir tərəfdən mən köyrəldim bəzi səhnələrdə, bir tərəfdən də sevinirsən ki, nə yaxşı belə evlatlarımız var, belə balalarımız var. Mənə belə gəlir ki, ağır günlərimiz arxada qalıb. İndən sonra Azərbaycan xalqının daha yaxşı, daha xoşbəxt günlər gözləyir. Bu günlərin nə qədər sürətlə irəliyə getməsində yenə Azərbaycan məktəbinin, Azərbaycan təhsilinin rolu böyükdür və böyük olacaq. Bu istiqamətdə hər birinizə buraxılır. Müəllimlərə öz hörmət və ehtiramı bildirirəm. Valideynləri ürəkdən salamlayıram və demək istəyirəm ki, indi yəqin ki, burada yaşda məndən böyük olan adam yox, Hamlet müəllimlə mənim 2 yaş, 3 yaş böyüyəm, elə mi? Ən yaşlınız mənəm də burada belə çıxır ki, arzu edirəm ki, Azərbaycanda təhsilin səviyyəsini yuxarı qaldırmağa çalışır. Arzu edirəm ki, şagirdlərimiz məktəblərimizə, müəllimlərimizi sevə-sevə gəlsinlər. Bizdə deyirlər, söyünsünlər. Uşaqlar burada deyirlər, sevinsinlər, amma bizim kənddə söyünsünlər deyir. Uşaqlar söyünə-söyünə, sevinə-sevinə məktəbə gəlsinlər. Əlbəttə, bu dəqiqə açığın deyək ki, heç də hər yerdə belə deyil. Bu da asılıdır, müəllimlə valideynin münasibətindən çox şey asılıdır. Təəssüf ki, bizdə hələ nə müəllimə olduğu kimi qiymət vermirlər, çox təəssüf ki, nə də alimə bir qiymət vermirlər. Bir ad səninlə danışım, Hamlet bəni bağışlayın, biraz ürəyim yolum orada danışmalıyam. Bu yaxında bir məktəbə getmişdim. Qabağıma bir qız çıxdı, dedi ki, mən 8-ci sinifdə oxuyuram. Sizə bir sualım var. Dedim, nə deyirsən bala? Onda da Allah rəhmət eləsin, Arif Babayev xalq arası təzə rəhmətə getmişdi. Elçin Əfəndiyev Allah rəhmət eləsin, təzə rəhmətə getmişdi. Bir də Hacı Muraddır da onun adı da. Arşınmalanda oynanan, o da təzə rəhmətə. Eyni vaxtda onlar təxminə getdi. Dedi ki, Müsir müəllim, niyə onların cənazəsinin üstünə Cənab Prezident və Mehriban xanım böyük göndərirlər? Ancaq bu, müəllim öləndə heç kəs olmuşsa bir dəstək göndərmir. Mən o filan qıza əlbəttə cavab verə bilmədim. Arzu edirəm ki, elə vaxt gəlsin ki, mən o qızın sualına cavab verə bilim. Bir də təşəkkür edirəm, doğru arzu edirəm. Mənim çox sağ olun, mənim sağ olun. Çox şadam ki, maşallah, sənə bir yerdə sağ olun. Buyurun. 8 noyabr Zəfər günü həqiqətən Azərbaycan xalqının tarixində, əsrlər tarixində böyük bir əziz gündür, çox müqəddəs gündür. Mənim üçün bu tədbirdən sonra biraz danışmaq çətindir. Çox təsirli tamaşa göstərdilər, sağ olsunlar, təşəkkür edirəm. Həqiqətən bu tamaşanı göstərən adam yəqin ki, orada iştirak edib, döyüşlər zamanı bu şəhidlərimizin, Azərbaycan ordusunun şəhid olan zabitlərimizin, əskərlərimizin sayəsində bizim ərazi bütövlüyümüz bərpa olundu. Cənab Prezident Ali Başkomandan həmişə xalqa müraciətində, Azərbaycan xalqına müraciətində itirilmiş torpaqların, işğal olan torpaqların nə zamansa qaytarılacağına, üçsənli bayrağımızın o torpaqlarda bir gün dalğalanmasını həmişə qeyd edirdi.
Bu bizim Azərbaycan əsgəri üçün bu bir əmrdir. Mən 25 il xidmət etmişəm. 26 ilə yaxın, 25 ilin 18 ilini ön cəbhədə xidmət etmişəm. Qoşun kəşfiyyatında, xüsusi təyinatlı bölük komandiri olmuşam, qoşun kəşfiyyatında olmuşam. Çox, yəni bizim öz torpaqlarımızı, yəni o zaman 2003-cü ildən bəri çox kəşfiyyat tapşırıqlarında olmuşam. Düşmənin erməni elə bir millətdir ki, yəni elə bir xüsusiyyəti var ki, yalan danışır və öz dediyi yalanına da inanırdı. Özünün inandığı ki, oğlanın səddi yarılmayacaq, inanırdı ki, oğlanın səddi yarılmayacaq. Amma bizim əskərlər 27 sentyabr 2020-ci ildə 27 sentyabr döyüş başlayanda o səddi 3 saatda yaradı. Qoşun kəşfiyyatı, yəni xüsusi təyinat. Bizim torpaqlarımız, yəni şəhərlərimiz bir-bir azad olundu. Ən əsası 8 noyabr Şuşanın azad olunması yəni böyük bir gün idi. Azərbaycan əskəri tək Şuşanı azad eləmədi. Azərbaycan əskəri tək Şuşanı azad etməklə yanaşı bizim vətənpərvərliyimizi yəni özümüzə qayıtdı, mənliyimizi özümüzə qayıtardı. Çox sağ olun ki, məni çağırmışsınız, mən burada iştirak etdim. Sizin sözünüz olmasın, bir də bizim vətənimiz belə ağırlı, acısız günlər görməsin. Təbii ki, biz zəfər elə-belə olmadı, yəni bizim şəhidlərimizin sayəsində oldu. Mən 2023-cü ildən yəni bu döyüşə başlayana qədər də bizim Azərbaycan ordusu 7000-ə yaxın şəhid verib. Yəni bu, bəli, sonradan da 3000 şəhid verdik. 8 noyabr zəfər gündən sonra antiterror əməliyyatları başladı. Mən bütün antiterror əməliyyatların ikisində də iştirak etmişəm. Bir gündə Azərbaycan ordusu 91 nəfər şəhid verdi. Yəni, bunlar hamısı mən görmüşəm. Bu da elə-belə olmayıb. Bu, bütün xalqımızın dəstəyi ilə Azərbaycan xalqı bir olub. Cənab Prezidentin dəmir yumruq əməliyyatına bir olublar. Hamımız bir olmuşuq. Ordu, xalq birləşib, biz bu zəfəri əldə etmişik. Sağ olun. Dəyərli fikirləriniz üçün təşəkkür edirik. İndi isə millət vəkilimiz və mənim həmkarım Atilla Quliyevin valideyni Azay Quliyevi səhnəyə dəvət edirik. Çox təşəkkür edirəm. Mən biraz gözlənilməz oldu. Mən açığı deyim ki, bugünkü səhnənin o qədər təsiri altındayım ki, hardan başlayıb, hardan qutarmağı və ümumət çıxış eləməyi düşünmürdüm. Amma mənim üçün çox böyük şərəfdir bugün sizinlə birlikdə bu səhnəni bölüşmək. Mən hamınızı salamlayıram, hörmətli Pisir müəllimi, Ahmet müəllimi, Aygün xanımı, Rəna xanım və bizim digər dəyərli müəllimlərimizi, şəhid ailələrini xüsusilə salamlayıram. Bizim qəhrəman igid övladlarımızı, qazilərimizi salamlayıram. Bizim indi Canan Patlakovikin çıxışı nə qədər gözəl, nə qədər məntiqli, nə qədər mənalı. Yəni görürsən ki, bu xalq nə qədər böyük xalq, bu millət nə qədər böyük millətdir. Böyükçüsünün də fikirlərinə, sözlərinə baxın. Uşağının da burada bu səhnəyə qoyduğumuz bu səhnələr bizim mənim çox doğru dedi, nə qədər adam kövrəlir yəni, özünü zorla saxlayırsa. Yəni bu qədər, yəni bilirsiniz, hərdən insan fikirləşir ki, Cənab Prezident Dünya Akademiyanın 80 illiyində çox gözəl bir fikir söylədi ki, bizim indiki bu nəsil ki var, bu nəsil ki, deməli, Qarabağı azad elədi və bu nəsil ki, bu böyüşkən ordu ki, qəhrəmanlıq göstərərək bir dənə də olsun fərari olmadan irəliyə gedərək, buradakı səhnədəki olduğu kimi irəliyə gedərək torpaqlarını işğaldan azad etdi. Mən istədiyim bu millətin hər hansı bir alternatifi yoxdur. Ümumiyyətlə, bu 21-ci əsrdə bu cür müharibəni
tam qələbə ilə başa çatdıran, həm diplomatiyada, həm döyüş meydanında tək Azərbaycan millətidir. Ona görə də mən sizi təbrik edirəm. Müzəffər Ali Başkomandana bir daha təşəkkür edirəm. Bir Azərbaycanlı olaraq, bir valideyn olaraq, bir Azərbaycanın bir vətəndaşı olaraq hamımızın adından bizim bu qəhrəman ordumuzun bütün mənsublarını təbrik edirəm. Şəhid ailələrin qarşısında baş əyirəm, anaların qarşısında baş əyirəm. Onlarla bugün biz bu günlərdə biz tez-tez görüşürük. İnanırsınız, nə qədər dəyanətli bizim analarımız var. Nə qədər dəyanətli analarımız. Bu anaları gördükcə Azərbaycan millətinin mənəvi portretini bir daha görürsə, ondan qürur duyursa. Ürəyi doludur, çox danışa bilərəm, bilirəm, tədbirin sözüdür. Ancaq çox danışmaq istəmirəm. Aygün xanım var olun, Rəna xanım var olun, bütün müəllimlər var olun, Hamid müəllim var olun. Belə gözəl bir məktəb qurmuşsunuz. Misir mənim çox doğru dedi, bizim təhsilimizə böyük bir xidməti olan, hörmətli bizim nazirimiz, uzun illər təhsildə xidmət etmiş Misir müəllimin təhsil haqqında, sizin məktəb haqqında dediklərindən sonra mən heç də demək istəmirəm. Amma bir valideyn kimi Misir müəllim, bir valideyn kimi hansı ki, övladlarımın üçü də burada təhsil aldılar, mən qürur duyuram bu məktəblə. Mən müəllimlərimizə qürur duyuram. Bəli, siz bu övladları vətənpərvər olaraq yetişdirdiniz. Necə deyərlər, məşhur musiqi dedik, vətən mənə oğul desə nə dərdi? Məmməd Arazımın məşhur sözü, mamur olub qayasında bitərdim. Siz elə bir övlad yetişdirdiniz ki, elə bir qəhrəman, vətənpərvər şagird yetişdirdiniz ki, onunla bayaq burada səhnədə gördüyümüz kimi evlərinə əliyalın getmək üçün, torpaqlarını, evlərini azad etmək üçün hər cür qəhrəman göstərdilər. Var olun, müəllimlərimizin də qarşısında baş əyirəm, sizə bir daha minnətdarlıq bildirirəm. Belə gözəl günlər bizim üçün, təbii ki, qələbə günlər çox olsun və əminəm ki, bizi qarşıda daha böyük zəfərlə gözləyəcək. Var olsun Azərbaycan milləti, sağ olsun Ali Başkomanda, sağ olsun bizim ordumuz, sağ olsun bizim məktəbimiz, sağ olsun övladlarımız, sağ olun. İndi isə səhnəni şagirdlərimizə həsr edirik.
olmaqla mən də hər birinizi salamlayıram. Bugün Zəfər Salnaməsi adlı tədbirimizdə Zəfər dastanının səhifələrindən bir qismini sizinlə birlikdə vərəqlədik. Öz növbəmdə bizə azad vətən bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə, vətən müharibəsi iştirakçılarına can sağlığı arzulayıram. Bugün bir daha şahid olduq ki, məktəbimizdə təhsil alan qəhrəman övladları tək deyil. Onların gülüşünə, saadətinə səbəb olmaq da bizim zəfərimizdir. Bilirik ki, vətənə, ana dilinə olan sevgi birinci ailədən, ikinci məktəbdən başlayır. Dünya Aybi ailəsi olaraq vətən və vətənpərvərlik mövzularına hər zaman həssaslıqla yanaşırıq. Bugün onlarla şagirdimizin iştirakı ilə ərsəyə gətirdiyimiz bu gözəl tədbir böyük bir komandanın əməyinin nəticəsidir. Hər zaman səhnə arxasında olan, öz dəstəyini, əməyini əsirgəməyən komanda yoldaşlarıma, başda rejissorumuz Murad Allahverdiyeva, event menecerimiz Şüküfə xanıma, rəqs və musiqi müəllimlərimizə, işıq və səs rejissorumuza, media komandamıza, dəyərli həmkarlarıma və Dünya Məktəbinin rəhbərliyinə xüsusi təşəkkürümü bildirirəm. Və əlbəttə ki, bugün səhnənin parlayan ulduzları bizim şagirdlərimiz idi. İndi isə dəyərli Hamlet müəllimi öz fikirlərini səsləndirmək üçün səhnəyə dəvət edirəm. İnsan həyatının mənası xoşbəxt olmaqdır. Hamı xoşbəxt olmaq istəyir. Mən bu gün xoşbəxt sifətləri görəndə burada xoşbəxt uşaqları, balaca və böyük valideynləri, müəllimləri, qonaqlarımızı insan özü də xoşbəxt olur. Zəfər bayramı olan xalq əslində xoşbəxtdir. Zəfər bayramını bayram etmək, deməli biz qalib gəlmişik və biz qalib gəlmişik və dinç yaşamaq istəyirik, rahat yaşamaq istəyirik, istəyirik oxuyaq, gülək, danışaq, gəzək və bu böyük səadət bizə nəsib olubdur. Səhnənin axırında burada Misir müəllimdən bizim qazi, qəhrəman qardaşımız burada oturanda mən belə fikirləşdim, özümə yedim qılınc və qələm. Bilirsiniz ki, belə bir Məmməd Səid Ordubadırın belə bir məşhur əsəri var. Biz məktəbdə oxuyanda o çox sevdiyimiz əsər idi. Çünki həyatda qələm çox vacibdir. Misir müəllim danışdı, müəllim, məktəb bu insanları müəllim, məktəb yetişdirir. Onlar böyüdür, onlar ərsəyə çatdırır, onlar onları mütəxəssis edir, həyata vəsiqə verir. Bu qələmdir. Qələm hər zaman lazımdır. Amma təəssüf ki, qılınc da lazım gəlir. Bir millətin qılıncı olmayanda, qılıncı zəif olanda, yaxşı kəsməyəndə yaxşı olmur iş. Biz bunu gördük, müstəqillik alanda gördük. Gördük ki, biraz zəif qaldıq, geri qaldıq, təşkilatçılığımız zəif oldu və nəticədə bütün millət kədərə qərq oldu. Çünki vətənin yara alması bu böyük dərddir. Hər bir vətəndaş üçün bu dərddir. Və nə yaxşı ki, biz bütün xalq birləşdi, dəmir yumruğa çevrildi və vətəni azad etdi. Və zəfər günü biz bayram edirik. Mən və mənim yaşımda olan, mənim yaşıma yaxın, biraz yuxarı aşağı olanların həyatının böyük hissəsi Sovet dövründə keçibdir. Yəni biz Sovet adamı olmuşuq, Sovet dövründə yetişmişik və o dövrdə də bayramlar var idi. Bayramlardan biri, çox qavlın biri 7 noyabr bayramı idi. Bu Sovet ölkəsinin əsasının qoyulduğu, Sovet dövlətinin yaranma tarixidir, bayram noyabrda. Bir də mayın 9-u var idi.
Bu da 45-ci ildə 4 il sürən bizim vətən müharibəsindən Sovet İttifaqının vətən müharibəsindən qalib gəlməsi idi. Deməli, 2 zəfər bayramı var idi. Biri noyabrda, biri mayda. Biri o dövlətin yaranması idi, biri Böyük Axırıncı Savaşda qələbə idi. Baxın, yenə bizim müstəqil Azərbaycanın artıq bu 25-ci il deyil, 35 il ətrafında bizim müstəqillik yaşımız var, az dövr deyil. Biz yenə həmin bayramımız 2 aya düşübdür, noyabra və may ayına. Biri dövlətin yaranma, yəni 18-ci ildəki bizim Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasıdır ki, biz onun davamıyıq, biz onun varisiyik və biri də noyabrda bizim zəfər bayramımız. Ona görə bu zəfər bayramına görə hamımızı təbrik edirəm. Əziz dostlar, möhtəşəm bir tamaşa oldu. Bu bizim dövlətin zəfərin təntənəsidir, bizim xalqın təntənəsidir, məktəbin təntənəsidir. Bunu Misir müəllim bir neçə dəfə vurğuladı da oradan. Çünki məktəb çox vacibdir. İndi mən onu da qısaca demək istəyirəm ki, biz Xəzər Universiteti ölkə, belə deyək ki, Sovetlərdən müstəqilliyə keçən dövrdə yarandı, dövlətin qərarıyla yarandı. Amma dünya məktəbini biz başqa cür oldu. Biz bir eksperiment kimi yaratdıq ki, bir universitetin içində bir eksperimental siniflər açdıq. Açdıq, belə bir müddətdən sonra bunu rəsmi məktəb eləmək lazımdır, rəsmi olmalıdır, dövlət qeydiyyatından keçməlidir. O zaman da özəl məktəb yoxdur ölkədə. Deməli, Təhsil Nazirliyində 3 məktəbin qeydiyyatdan keçirilməsi üçün məsələ qaldırıldı, komissiya göndərildi. İkisi özəl məktəbi idi, biri dövlət məktəbi. Yox, özəl təzə yaranırdı. Belə gələn komissiya, bunların yeri yurdu qədər deyil, hələ müəllimi varmı və ilaxır mənfi rəy yazdılar 2 dənə özəl məktəbə ki, bunlar hələ hazır deyirlər. Bir dövlət məktəbi, ona da müsbət rəy yazdılar. Çox yaxşı. Qutarandan sonra rahat bir də oturub qulaq asırıq. Mən də qəti narahat deyiləm, çünki bir şey yaxşı yaradılanda əvvəl-axır o baş tutacaq, heç bir problem yoxdur. Nazir, hörmətli Misir müəllim, dedi, hər birinə söz verməliyik biz. Burada o məktəb nümayəndələri oturublar. Dövlət məktəbinin nümayəndəsi durdu, təşəkkür elədi. O biri özəl məktəbin nümayəndəsinə söz verdilər. Qılıncını çıxartdı sağa, sola, hücum elədi, siz belə və ilaxır böyük bir qışqırıq qopdu ki, bu necə yəni siz mənim məktəbimi ödəyirsiniz? Dedi, qışqırdı, nələr bacarırsa, dedi, oturdu yerdə. Mənə söz verdi Misir müəllim. Mən dedim, Misir müəllim, bu özəl məktəb yeni yaranır da, belə deyək ki, birdən-birə bu yeni yaranan şey mükəmməl ola bilməz. Xahiş edirəm, o komissiyanı bir dəfə də göndərin. Bir ay keçsin, bir dəfə də göndərim. Bir ay keçdi, bir dəfə göndərdim və bir aydan sonra Misir müəllim dünya məktəbinin yaranması haqqında əmrə imza atdı. Təşəkkür edirəm Misir müəllim. Və mən də Misir müəllim də bu dövrdə deputatlar bizdən cavandır. Çox şeylər görmüşük, çox işlər başımıza gəlibdir, vəzifələrimiz olub və ilaxır belə elmlə məşğul olmuşuq. Amma baxın, Misir müəllimi təqdim edəndə dedilər ki, təhsilə böyük töhfələr vermiş adam, başqa şeyləri yaddan çıxartdılar belə deyək ki, çünki təhsil qeyri-adi dərəcədə önəmli bir şeydir. Və mənim də həyatım bu təhsilə həsr olum. Ona görə Xəzər Universitetindən, Dünya Məktəbindən sizlə mən fəxr edirəm. Təşəkkür edirəm. Çünki yaranan bir şey yarananda o yol getməlidir, böyüməlidir, çiçəklənməlidir. Onunla
insanlar məşğul olur, onunla məşğul olan müəllimlərdir, onunla məşğul olan təşkilatçılardır, onunla məşğul olan valideynlərdir. Çünki həm dəstək verirlər, həm tənqid edirlər. Bir şey verir, yaxşı götürməsə deyir, ey, mənim uşağım burada oxuyur, sən niyə belə edirsən belə? Və əlbəttə ki, müəllimlər, şagirdlər, bu təntəliyə görə mən sizə təşəkkür edirəm, hamınızı təbrik edirəm. Çox sağ olun. Sağ olun əziz qonaqlar, gəldiyiniz üçün hər birinizə təşəkkür edirik. Sizin iştirakınız tədbirimizə çox böyük dəyər qatdı. Var olun.